Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, 27 aprel keçirilmiş buraxılış imtahanının 9-cu siniflər üçün ingilis dili suallarının izahına baxacağıq. Deməli, uşaqlar, 5-ci sualdan başlayaq. Listening suallarının hələ ki audiosunu əldə etməmişəm. Etsəm, onu da izahını hazırlayacağım. Yaxşı, baxaq suallarımıza. Bir dəqiqə gözləyin. 5-ci sualdan başlayaq. Nədir? Dear Caitlin, əziz Caitlin, hi, salam, how is it going? Necə gedir? First of all, ilk olaraq, thank you for the birthday card with warm wish. Deyir ki, xoş arzularını bildirdiyin ad günü kardın üçün təşəkkür edirəm. That's so nice of you. Bu sənin necə yaxşı olduğunu göstərir. Belə deyək, I'm organizing a little party for my birthday this Friday. Mən bu 5-ci gün ad günüm üçün balaca kiçik bir parti təşkil edirəm, planlayıram. It will not be very big, çox böyük olmayacaq. Only a few of my best and closest friends are invited. Deyir ki, böyük olmayacaq. Yalnız ən yaxşı və ən yaxın dostlarımın bir hissəsi dəvət olunub. We are going to have the party at my cousin's house. Partini kuzenimin evində edəcək. I will be happy to see you there. Səni də orada görməkdən şad olacağım. Love. Sevgilərimlə Mary. Okay. A variantında deyir ki, uşaqlar, Mary Caitlin köməyini istəyir ad günüsü üçün. Xeyr, belə deyil. B variantda deyir ki, Mary yalnız Caitlinin ad günüsünə dəvət etmək istəyir, gəlməsini istəyir, səhvdir. C-də deyir ki, Mary Caitlinə təşəkkür edir arzuları üçün və onu ad günü partisinə dəvət edir. C düzdür. Deyir ki, Caitlin deməli, o Mary'nin ad günü partisində deməli iştirak etmədiyi üçün üzgündür. Xeyr, belə bir şey deyil. 7 deyir ki, Caitlin ad günüsünü bu 5-ci gün qeyd edir. Caitlin qeyd etmir, Mary qeyd edir uşaqlar. Ona görə cavabımız nə olur? C variantı. Keçirik 6-cı sualımıza. Buy one new healthy sweets. Deyir ki, düz oxumadım. Deyir ki, bizim yeni sağlam şirniyyatlarımızdan alın. They contain less sugar and are perfect for everyone to eat. Deyir ki, onların tərkibində çox az şəkər var və hər kəsin yeməsi üçün əladırlar. Buy one and get another one for free. Deyir ki, birini al və digərini pulsuz əldə et. Yəni, birini alanı, digəri bedava. Biri bedava. Don't be late to visit our place. For these tasty sweets. Deyir ki, bu dadlı şirniyyatlar üçün bizim yerimizə gəlməyə belə yubanmayın da, gecikməyin. Abəndə deyir ki, bütün sağlam şirniyyatlar pulsuzdur. Əgər insan dostu ilə gəlirsə ora, xeyr, belə bir şey demir. B variantında deyir ki, şirniyyatlar pulsuz olacaq. Əgər bir şəxs yanında həmin yerə ikinci dəfə gələrsə, xeyr. C-də deyir ki, ikinci şirniyyat daha ucuz olacaq əgər birini alsan. Amma əksinə bizə deyirdi ki, birini alına, biri bedava. Yəni, biri tamamilə pulsuz olacaq, daha ucuz yox. D-də deyir ki, the sweets in this place not good. Deyir ki, bu yerdəki şirniyyatlar çox yaxşı deyirlər, yanlışdır, dedi, çox yaxşıdır. Y variantı düzdür. Deyir ki, yeni şirniyyatların tərkibində çox şəkər yoxdur. 7-ci sualımıza indi baxaq. 7-də bizə deyir ki, Dear mom and dad, əziz anam və atam, I feel very excited because in a week I will be with you again for a whole day. Deyir ki, mən çox həyəcanlıyam, çünki bir həftə içində sizinlə birlikdə olacağım tətil üçün. I enjoy my job in London very much. Londonda deyir ki, İşimdən çox məmnunam. My students are all very friendly to me. Deyir, şagirdlərin hamısı mənə qarşı çox mehribandır. I will arrive in Basel with this Friday morning. Deyir ki, bu 5-ci gün tezdən Basel'a çatacağam. Can you meet me at the station as I will have a lot of luggage? Deyir ki, mənimlə stansiyada görüşə bilərsinizmi? Mənim yüküm çoxdur, çünki deyir, love and all good wish. Deyir ki, sevgilərimlə və bütün xoş arzularımla Frida anası ilə atasına yazıb. Okay. Adı deyir ki, Frida ailəsinin onun şagirdləri ilə görüşməsini istəyir. Yanlışdır, götürmürəm. B-də deyir ki, Frida Basel'ə şagirdləri ilə çatacaq. Gələn həftə şagirdləri ilə çatmayacaq. Xeyr. C-də deyir ki, Frida'nın valideynləri çox həyəcanlıdır qızlarının gəlişi ilə bağlı. Frida həyəcanlıdır. I feel very excited yazıb. D-də deyir ki, Frida'nın valideynləri Basel'a gedəcək.
onu qızları ilə birlikdə olmaq üçün. Xeyr, Frida Base ilə gələcək dedik, çatacaq dedik, düzdür. Y variantı nədir? Düzdür. Frida deyir ki, valideynləri ilə stansiyada görüşməyi xahiş edir, istəyir. Növbəti hissəyə baxaq. Mətnimiz var, tez oxuyaq. Deyir, Africa is home to one of the most famous tribes, the Masai. Deyir ki, Afrika ən məşhur qəbilələrindən biri olan Masai qəbiləsinə ev sahibliyi edir. They are known for their unique customs. Onlar qeyri-adi adət-ənənələri ilə tanınırlar, məşhurdurlar. The name Masai means the one who speaks the Ma language. Deyir ki, Masai sözünün anlamı Ma dilində danışan biri deməkdir. The Masai people travel a lot. Masai xalqı çox səyahət edir. Moving from one place to another in groups. Deyir ki, və bir yerdən digər yerə qrup şəklində çox səyahət edirlər, dəyişirlər yerlərini. So they build houses which can be constructed in a new place easily. Deyir ki, beləliklə buna görə də onlar deməli yeni yerdə asanlıqla tikilə biləcək evlər tikirlər. The Masai houses are made of mud and the tree branches. Deyir ki, Masai evləri palçıqdan hazırlanır və ağac deməli budaqlarından hazırlanır. The top of these houses are made of grass. Deyir ki, bu evlərin başı, üst hissəsi deməli otdan ibarət olur, otdan hazırlanır. It is the job of Masai women to build these traditional houses. Deyir ki, bu ənənəvi evləri tikmək Masai qadınlarının işidir. The most famous Masai dance is the adumu. Deyir ki, ən məşhur Masai rəqsi nədir? Adumu rəqsdir. It is the jumping dance performed by nədir? It is the jumping itirdim. It is the jumping dance performed by young men. Deyir ki, gənc kişilər tərəfindən oynanılan, rəqs edilən bir tullanma, hoppama oyunu rəqs edir. They try to jump as high as possible. Onlar mümkün olduğu qədər çox yüksək tullanmağa çalışırlar. By doing it, they show their strength. Bunu etməklə onlar güclərini göstərirlər. Masai children are not named when they are born. Masai uşaqları dünyaya gələndə ad verilmir onlara. It takes 3 months to give them names. Onlara ad vermək 3 ay çəkir. In this period, the mother lives alone together with her child and the child's hair grows. Deyir ki, bu müddət ərzində ana uşağı ilə yalnız yaşayır və uşağın saçı uzanır. Then a special event is held. Sonra isə xüsusi bir hadisə, tədbir keçirilir. During this event, the child is given a name. Deyir ki, bu hadisə ərzində, bu tədbir ərzində uşağa ad verilir. His hair is cut and it shows the beginning of his life in the community. Deyir ki, onun saçı kəsilir və bu da onun həyatında, cəmiyyətdəki həyatının başlanğıcını göstərir. All of these customs make the Masai tribe interesting for the world. Deyir ki, bütün bu adət-ənənələr Masai qəbiləsinin dünya üçün maraqlı etmiş olur. Okay, indi gəlin suallarımıza baxaq. Suallarda nə deyir bizə? 8-ci sualda deyir ki, uşaqlar, mətin nə haqqındadır? Düzdürmü? Okay. Mətin nə haqqındadır? Deyir ki, məşhur Afrika qəbiləsi, elə ad düzdür. B variantında deyir ki, Masai qəbiləsindəki uşağın saçı, xeyir. C-də deyir ki, Masai qəbiləsindəki qadınların həyatı. Təkcə qadından danışmadı, kişidən, uşaqdan da danışdı. D-də deyir ki, gənc Masai kişilərin rəqsi, tək bundan danışmadı. Y-də deyir ki, dünyadakı qədim deməli adət-ənənələr, xeyir, bunu götürmürük. Çünki bir dənə qəbilədən, bir dənə adətdən danışdım. 9-da deyir false, yanlış istəyir. Ada deyir ki, building traditional house is Masai women's duty. Deyir, ənənəvi evlər tikmək Masai qadınlarının vəzifəsi idi. Bəli, bunu oxumuşduq, düzdür, götürmürük. B-də deyir ki, Masai bir qrup insanlardır ki, hansı ki, ömürlərinin sonuna kimi bir yerdə qalırlar. Amma biz oxuduq ki, tez-tez yerlərini dəyişirlər, düzdür. Yəni, daimi olaraq bir yerdə qalmırlar. B variantı yanlışdır. C variantda Masai evləri deyir ki, palçıqdan hazırlanır, ağac budaqlarından və otdan hazırlanır. Bəli, onu da oxumuşduq. D-də deyir ki, qəbilənin adı bu dildə
daha doğrusu bu cür danışılan dildən götürülübdür, bəli. 7 deyir ki, Masai qəbiləsi deməli dünyanın diqqətini cəlb edir. Özünün maraqlı ənənələrinə görə, bəli, bu da sonuncu cümlələrimizdən biri idi. Bu da düzdür cavab B variantı 9-da. Onda deyir ki, Masai kişiləri daha yüksəyə tullanırlar rəqs edərkən. To nə üçün? Dedik ki, güclərini göstərmək üçün. To show how strong they are. B variantı olur. Təbii ki, düz yazıbdır şagirdimiz bunu da. Bu arada uşaqlar, bu mənim öz şagirdimin kitabçasıdır və bütün sualları məncə düz yazıbdır. İndi izahını verə-verə baxacağıq. A variantda deyir çoxlu pul qazanmaq üçün. Xeyr, C-də deyir ki, özlərinin düşmənlərini qorxutmaq üçün. D-də deyir ki, qəbilənin başçısı olmaq üçün. Y-də deyir ki, turistlərin diqqətini cəlb etmək üçün. Təbii ki, heç biri deyil. B variantıdır. Növbəti sualımız, yəni 11-ci sualımız, bir dəqiqə yaxınlaşdırım. 11-də deyir ki, why is the baby's hair cut after 3 months? 3 aydan sonra niyə uşaqların saçları kəsilir? A-da deyir ki, inanılır ki, it will make the baby healthy. Uşaqları sağlam edəcəyinə inanılır. Xeyr, belə bir şey demir. B-də deyir ki, o pis ruhları onlardan uzaq saxlayacaq. Belə deyil. C-də deyir ki, uşaqların qəbilədəki həyatların başlanğıcını göstərir. Bəli, cəmiyyətdəki həyatların başlanğıcını göstərmək üçün idi. D-də deyir ki, uşaqları istilikdən qoruyur. Xeyr. Y-də deyir ki, uşaqları zəncin gələcəyini düzəltmək üçün, hazırlamaq üçündür. Xeyr. Cavabımız olmuş olur C variantı və növbəti sualımız. Yəni 12-ci sualda deyir ki, bir dəqiqə gözdən biraz beləyim görüm. Aha. Deyir ki, doğru olanları tapın. Masai insanları can construct their houses different places easily. Müxtəlif yerlərdə evlərini asanlıqla tikə bilirlər. Bəli, bir düzdür. 2-də Masai people name their children when they are born. Uşaqları doğulanda onlara ad verirlər. Xeyr, 3 aydan sonra ad verirlər dedik. Üstdə deyir ki, Adumu ən məşhur Masai rəqsidir. Bəli, düzdür. 4-də deyir ki, Masai anası yeni doğulmuş körpəsi ilə Masai anası və yeni doğulmuş körpə digərləri ilə birlikdə qalırlar, yaşayırlar uşaq doğulandan sonra. Xeyr, uşaq doğulandan sonra ana və uşaq tək başına yaşayır 3 aylığına. Heç kim onlarla yaşamır deyə oxuduq 4 səhvdə. 1 və 3 olur cavabımız. Mətnimiz də səhvsiz oldu. Afərin. 13-cü sualda məhsul növə çevirəcəm. I ate sandwich for breakfast. Cümlənin mübtədası aydır. Məlumla məhsul mübtədaları eyni olmaz. Ona görə B-ni və Y-ni çıxırıq. Ay ilə başlayıbdır. Ate keçmişdir. Keçmiş qeyri-müəyyən zamanın məhsulda was verb participle ilə düzəlir. A variantında to be informası yoxdur. B-də, C-də is var, səhvdir. D variantı düzgün variantımızdır. Was eaten. Sonra 14-cü sualımızda deyir ki, Emily is one of the most generous students deyəcəm. Çünki niyə? Mostdan sonra sifət gəlibsə D artiklı yazırıq. Yəni B getdi, C getdi və D getdi. E artiklı da getdi. Çünki Y variantda getdi. E artiklı yazamıram. Cavabımız qalmış olur A variantı. In the class. Sinifdə deyirik. Adətən in, on, at söz önləri yer bildirən sözlərlə işləndiyi zaman D artiklını işlədirik. Yadda saxlayın. 15-də yesterday dünən keçmiş qeyri-müəyyən zaman zərfidir. Onda mən C-ni bir də D-ni çıxıram. Çünki have written indiki bitmiş zamandır. Olmaz. Write indiki zamanda olmaz. And varsa hər iki feil eyni zamanda olmalıdır. Yəni wrote yazmışam, keçmiş qeyri-müəyyən zaman yazmışamsa digər feil də keçmiş qeyri-müəyyən zamanda olacaq. Send olmaz, sent olacaq A variantı. 16-cı sualda to agree to take something that is offered or given deyir ki, təklif edilən ya da verilən bir şeyi götürməyi qəbul etmək. Yəni nə? Elə qəbul etmək, accept B bəndi. Feel hiss etmək, build tikmək, attend iştirak etmək, believe inanmaq heç biri deyil. 17-ci sualda altından xətt çəkilən sözün antonim istəyir, düzdürmü? To buy almaq. Onda antonimi nə olacaq? Satmaq. To sell C variantı. Change dəyişmək, close bağlamaq, show göstərmək, send göndərmək. 18-də uşaqlar compound nouns istəyir. Dünən uşaqlar, mənim uşaqlarım bilər. Dünən zarafatla dedim ki, elə olar isim sadə düzəltmə mürəkkəb isimdən düşər. Zarafatla demişdim, heç belə olacağını bilmirdim. Düşüb. 18-ci sualda deyir, compound nouns mürəkkəb isimləri istəyir. Birthday ad günü, bookshop kitab mağazası təbii ki mürəkkəbdir. Poet sadədir. Salt duz sadədir. Artist is sufiksi var, düzəltmədir. Chess şahmat sadədir. Və musician da ian sufiksi var, düzəltmədir. Friendship-də ship sufiksi var, düzəltmədir. 19-da sual cümləsinə aid bir şeydir. Is Rosie talking to on the phone? Rosie telefonda
danışır. Kimlə danışır deyəcəm, düzdür? I'm sure it is Miranda. Əminəm ki, Mirandadır. Yəni kimlə danışır deyirəm. Ona görə who olur uşaqlar, yadda saxlayın. Yəni insanla cavab verib də mən where, when, how long, how bunlarla cavab verəm, sual verəmərəm ki, mənə insanla cavab veribsə mən artıq düşünməliyəm ki, who, whom, whose axtarmalıyam burada. Kim sualına cavab verənlər. 20-ci sualda modal feildir. Am able-ın to'su yoxdur. Was able-ın to'su yoxdur. Might-dan sonra to gəlməz. Could-dan sonra to gəlməz. Y variantı, yəni can. 21-də is a large amount of water covering an area that is usually dry. Deyir, adətən quru olan bir yeri çox böyük miqdarda suyun əhatə etməsi. Yəni buna sel deyirik, daşqın deyirik, o da olur flood. Garden, bağ, ground, torpaq, floor, mərtəbə, mountain, dağ. Bunlar deyil. 22-ci sualımızda deməli burada uşaqlar have been indiki bitmişdi. Digər tərəfdə keçmiş qeyri-müəyyən zamandır. So ona görə də before əvvəl, but amma ancaq, lakin since bəri, bir də if. I have been to the restaurant once. Deyir ki, mən bu restoranda bir dəfə olmuşam. Since it opened, o açılandan bəri. Yəni D bəndi olmuş olur. Bunu zaman uzlaşmasından da tapa bilərsiniz rahat şəkildə. Növbəti suallarımıza baxaq. Və növbəti hissəmiz, bir saniyə gözdən yaxınlaşdırım. Deməli, 23-də nə deyir? One of the women stole the research papers. Araşdırma kağızı oğurladı qadınlardan biri. Aha. The laboratory, laboratoriyadan oğurladı, düzdür? From the laboratory olacaq B variantı. Into laboratoriyaya, on üstündə deməkdir, heç olmaz. Under laboratoriyanın altında, between arasında məna düz gəlmir uşaqlar. 24-də close meaning, yəni sinonim istəyir. Tiny balaca, big böyük, bunlar sinonim deyil. Healthy sağlam, ill xəstə sinonim deyil. Ancient qədim, old qədim, təbii ki, C düzdür. Better daha yaxşı, worse daha pis, quiet sakit, noisy səs-küylü, bunlar antonimdir. 24-də ancient old oldu, növbəti. 25-ci sualımız. İsim sözünü isim verib, düzdür? Hara baxırıq demişik, sözündən əvvələ, ofdan əvvələ, product cəmdədir, onda xəbəri də cəmdə veririk. Are və were, izlə was tək xəbərdir, götürmürük və bir daha afərin. Yəni şagirdimizin burada heç bir səhvi yoxdur. Bir dənə writing-i qalıb, bu videodan sonra writing-də yoxlayacağım inşallah. Əminəm ki, rahat bir şəkildə 100 balımız gələcək. Bütün şagirdlərə uğurlar. Writing-ə nə yazmışsınızsa uşaqlar qeyd edin. Şərhlər bölməsində baxıb fikrimi bildirəcəm.